Davam edirik yağıntıların paylanmasından. İlk öncə görə yer kürəsində yağıntıların paylanması nədən asılı olaraq dəyişir? Ümumiyyətcə yağıntıların paylanması müxtəlif amillərdən asılıdır, hansı ki bu amillərə coğrafi enliklər olsun, təzyiq sahələri olsun, ərazinin relyefi olsun, okeanlardan uzaqlıq və ya yaxınlıq məsafəsi olsun, yəni okeanlardan olan məsafə, bunların hər birisi ərazidə yağıntıların paylanmasında fərqlərin yaranmasına gətirib çıxarır və enliklər üzrə də yağıntıların paylanması fərqlidir. Hansı ki bu enliklərdə ən çox yağıntılar ekvatorial enliklərə düşür ki, il ərzində 2000-3000 mm yağıntı düşür ki, il boyu yağıntılı keçir və burada havanın, bunu bayaq da izah etmişdim ki, burada yüksək temperatur güclü buxarlanmaya və havanın qalxan hərəkətinə səbəb olur ki, qızmış hava sürətlə yuxarıya doğru qalxır və sürətli şəkildə topa buludlar yaranır və demək olar ki, bu ərazidə hər gün yağışlı hava şəraiti formalaşır. Yəni ilin hər günü bu ərazilər il boyu yağıntılı olur. Və bu ərazilərdə dediyimiz kimi qalxan hava şəraiti, alçaq təzyiq sahəsi formalaşır. Kimyəvi və üzvü aşınma bu ərazilərdə sürətli gedir. Yəni canlı orqanizm burada çoxdur. Hansı ki bitki heyvanat aləmi zəngindir bu ərazilərdə. Torpaq örtüyünə gəldikdə isə ekvatorial enliklərdə torpağı qırmızı sarı ferrolit bataqlıq torpaqlardır. Heç bir əkinçiliyə yararı olmayan torpaqlardır. İkinci isə tropik enliklərdə yağıntının miqdarı demək olar ki, tamamilə azdır. Tropik enliklərdə dediyimiz kimi iki cürüdür, hansı ki bir quru üzərində olan tropik hava kütlələri var. Bir də dəniz, okean üzərində olan hava kütlələri var ki, quru üzərində olan tropik hava kütlələrində yağıntının miqdarı tamamilə azdır. Demək olar ki, bu enliklərdə il ərzində yağıntının miqdarı 10 mm-dən az olur. Bunun səbəbi də bu ərazilərdə yüksək təzyiq sahəsi və havanın ena hərəkətinin üstün olmasıdır. Dəniz tropik hava kütlələrində isə məlum məsələ yüksək temperatur var və eyni zamanda da su kütləsi var. Ona görə bu ərazilərdə sürətli buxarlanma prosesi getirir, havanın qalxan şəraiti formalaşır və nəticədə yağıntının miqdarı da artmağa başlayır. Mülayim enliklərdə də ekvatorial enliklər kimi alçaq təzyiq sahəsi formalaşır, qalxan hava şəraiti formalaşır burada və buna görə də bu ərazilərdə yağıntının miqdarı da, mülayim enliklərdə yağıntının miqdarı da çoxdur. Şimal yarım kürəsində yerləşən materiklərin qərb hissələrində yağıntının miqdarı çoxdur. Bunun səbəbi də qərbdən gələn qərb küləklərinin təsiridir. Şərq sahillərində isə söhbət şimal yarım kürəsində yerləşən materiklərdən gedir. Deməli, bu materiklərin qərb hissəsində yağıntının çox olmasının səbəbi qərb küləklərinin təsir etməsidir. Şərq hissəsində isə yağıntıların çox olmasının səbəbi muson küləklərinin təsir etməsidir. Muson küləkləri bilirsiniz ki, iki cürüdür. Yay musonları var, qış musonları var. Yay musonları okeandan quru üzərinə əsdiyinə görə özü ilə rütubət gətirir. Növbəti enliklər qütbyanı enliklərdir ki, bu ərazilərdə də yenə tropik enliklər kimi yüksək təzyiq sahəsi və enən hava hakim olduğuna görə yağıntının miqdarı demək olar ki, burada da azalmağa başlayır və yağan yağıntılar əsasən bərk halında qar şəklində düşür ki, və bu ərazilərdə yağıntının miqdarı 50 mm-dən az olur. Ümumiyyətcə, yer kürəsində ən çox yağıntı Havay adalarına düşür. Orta illik yağıntı 14 mm-dən çox Havay adalarına düşür. Mütləq maksimum yağıntı isə Himalay dağlarının cənub yamaclarına Çerapunca məntəqəsinə düşmüşdür. Çerapunca məntəqəsinə, yəni Hindistan ərazisində Çerapunca məntəqəsinə düşübdür. Maksimum yağıntı orada 23 mm müşahidə olunubdur. Amma belə il ərzində ən çox yağıntı Havay adalarındadır. Ən az yağıntı isə Atakama səhrasındadır. Atakama səhrası yerləşir. Relyefdən biz bunu bilirik ki, Çili ölkəsində Ant dağları ərazisində yerləşir. Və yağıntıların il ərzində müxtəlif paylanması da biz bu yağıntıların hansı fəsillərdə yağıntı düşdüyünü, hansı aylarda yağıntı düşdüyünü əsasən iqlim diaqramlarına əsasən müəyyən eləyəcəyik. Bu iqlim diaqramlarına əsasən biz iqlim qurşaqlarını keçərkən bir-bir baxacağıq hamısına, amma burada ümumi 3 dənə əsas iqlim qurşaqları var ki, onların iqlim diaqramlarını əzbər bilməyimiz məsləhətdir. Məsəl üçün, burada muson küləkləri hakim olan ərazilərdə yağıntılar yay aylarında düşür. Birinci gördüyümüz bu sütuna fikir versək,
Yay aylarına fikir verək. Bax, görürsünüz, burada aşağıda bax, xətt çəkdiyim aşağı hissədə yayılan aylardır. 1-ci, 3-cü, 5-ci, 7-ci, 9-cu, 10-cu, 12-ci ayları göstərir. Və fikir versəniz, bu mavi rəngdə olan sütunlar yağıntının miqdarını bildirir. Yəni, mavi sütun nə qədər çoxdursa, iridirsə, bu onu göstərir ki, həmin ayda yağıntının miqdarı çoxdur. Və fikir versək, burada yay aylarında yağıntının miqdarı daha çoxdur. Bu deməkdir ki, bu ərazilərdə yay ayları yağıntılı olur. Bu ərazilərə yay aylarında qalxan hava şəraiti formalaşır. İkinci isə Araq dəniz sahillərində olan hava kütlələrindən gedir ki, Araq dəniz sahillərində yağıntılar əsasən qış aylarında düşür. Fikir versəniz, burada da ikinci diaqram bunu xatırladır ki, qış aylarında Araq dəniz sahillərində, eyni ilə də Azərbaycan ərazisində, Türkiyə ərazisində də yağıntılar əsasən qış aylarında düşür. Bu iqlim diaqramını görəndə bu Araq dəniz sahilinin də yerləşən ölkələrin iqlim diaqramı ağlınıza qalsın. Üçüncü isə il boyu, yəni hər ay yağıntı ilə müşahidə olunan, gördüyünüz kimi il boyu yağıntının miqdarı yüksək olan hansı ərazilər olar? Əlbəttə ki, ekvatorial əyilliklərdə yerləşən ərazilərdir ki, ekvatora yaxın ərazilərdə il boyu yağıntılar bərabər paylanır. Sonra keçdik bulutlara. Bulutlardan danışaq. Görək bulut nədir? Ümumiyyətcə biz bilirik ki, buxarlanma prosesi gedir. Yəni okean və dənizlərdə buxarlanma prosesi gedir ki, su yuxarı qalxır, buxarlanan su yuxarı qalxır və hündürlükdə soyumağa başlayır. Kiçik zərrəciklər şəklində su damcılarına, onlar isə bərk buz kristallarına, yəni buludlara çevrilir ki, bu da yağıntının yağmasına gətirib çıxarır. Bulutlar özləri tiplərinə görə 3 yerə bölünür. Laylı bulutlar, topa bulutlar var, lələkli bulutlar var. Bu bulutları əzbər bilməlisiniz. Yadınızda saxlamalısınız bunu. Deməli, laylı bulutlara daha çox qış aylarında rast gəlinir və yer səthinə daha yaxında yerləşən bulutlardır. Topa bulutlar isə ilin nisbətən isti dövründə olur və çox hündürdə yerləşən bulutlardır. Digər bulut növü isə lələkli bulutlardır ki, onlar yer səthindən çox hündürlükdə əsasən yayda yaranır və naxış formasında, lələk formasında olan bulutlardır. Yəni biz buna yay aylarında daha çox rast gələcəyik. Və bir də səmanın buludla örtülmə dərəcəsi var ki, biz bunu gözəri şəkildə müəyyən edə bilərik ki, səmada buludluq səviyyəsi yüksəkdir, yoxsa azdır. Sonra biz hansı ki xəritələri keçəndə, təsvir üsullarını keçəndə demişdik ki, eyni yağıntıya malik olan nöqtələri birləşdirən, məntəqələri birləşdirən səlis əyri xətlərə izoqeitlər deyilir. Və ümumiyyətcə yağıntılar yer səthinə iki cür düşür. Buluddan və bir də hava qatından düşən yağıntılar var ki, biz buna ümumilikdə atmosfer yağıntıları deyilir. Buluddan düşən yağıntılara yağışdır, qardır, dolunun adını çəkəcəyik. Havadan düşən yağıntılara isə şehdir, qrovdur, dumandır, sırsıranın adını çəkəcəyik. Yağıntılar özləri də əmələ gəlmə şəraitinə görə 3 yerə bölünür. Konvektiv yağıntılar var, oroqrafik yağıntılar var, frontal yağıntılar var. Konvektiv yağıntılar nədir? Ekvatorial ərazilərdə sürətlə qızmış havanın yuxarıya doğru qalxması nəticəsində yaranır. Oroqrafik yağıntılar isə dağ yamacı boyunca yüksələn rütubətli havanın soyuması nəticəsində yaranır ki, oroqrafik yağıntılar dağlıq ərazilərdə formalaşır. Frontal yağıntılara gəldikdə isə isti və soyuq cəbhələrin bir-birini əvəz etməsi nəticəsində yaranır ki, yəni temperatur və rütubət baxımından fərqli xüsusiyyətlər daşıyan hava kütlələri bir-biri ilə qarşılaşanda bu cür yağıntılar, yəni isti və soyuq hava bir-biri ilə qarşılaşanda bu cür belə deyək, yağıntılar formalaşır ki, bunlar da əsasən mülayim qurşaq üçün səciyyəvidir. Sonra yağışların səmadan, atmosferdən düşməsinə görə, yəni düşmə xarakterinə görə 3 yerə bölünür. Burada gördüyümüz kimi leysan yağıntılar var, altından xətt çəkirəm. Aramsız narın və çiskin yağıntılar var. Leysan yağışları qısa müddətli olan yağışlardır, topa bulutlardan yaranan yağışlardır. Sonra aramsız narın yağışlar isə az intensiv olandı, bir neçə gün davam edir. Bunlar da yüksək laylı bulutlardan yaranır. Bu hissələri əzbər bilməliyik. Leysan yağışlar topa yağışlı bulutlardan, aramsız narınlar yüksək laylı, bir də laylı yağış bulutlardan tökülən
az intensiv olan və bir neçə gün davam edən yağıntı növləridir. Çiskin yağışlar isə damcıları çox kiçik şəkildə olur və havadan sanki süzülmüş bir vəziyyətdə yerə düşür ki, onlar da laylı və laylı topa buludlardan yağan yağışlardır. Sonra digər hansı ki havadan düşən yağıntılar var ki, bunlara şehi, qrovun adını çəkəcəyik. Görək şeh nədir? Şeh havadakı su buxarının soyuq səth ilə təmasından əmələ gəlir. Yəni havada olan su buxarı soyuq səthlə avtomobil olsun, torpaq örtüyü olsun, onlarla təmas olan zaman kiçik su damcıları şəklində görsənir ki, buna şeh deyilir. Soyuq dövrdə isə, qışda isə həmin o şeh qrovla əvəz olunur. Ona görə də həmin o qrova çox vaxt qış şehi də deyirlər. Deməli, şehin yaranma vaxtı yazın sonu, payızın əvvəlidir. Qrov isə hansı ki yazın əvvəli, bir də deyirəm, yazın sonunda, payızın əvvəlində, yəni hava tədricən isinəndə, yazın sonu, payızın əvvəlində şeh yaranır. Yazın əvvəli, payızın sonunda isə qrov yaranır. Bir də var dolu hadisəsi. Yaz və yay fəslərində həmçinin dolu hadisəsi müşahidə olunur ki, dolunun da belə deyək ki, isti hava şəraitində, yəni yay vaxtında kiçik su damcılarının qəfildən mənfi temperaturla rastlaşması nəticəsində yaranır. Sonra burada kondensasiya və sublimasiya anlayışı var. Nədir kondensasiya? Havanın soyması zamanı buxarlanan suyun, yəni buxar şəklində olan suyun maye hala keçməsi kondensasiya adlanır. Sonra su buxarının mənfi temperatur şəraitində birbaşa bərk hala keçməsinə isə sublimasiya deyilir. Bizim bugünə olan izahlarımız bu qədər.